Hər il olduğu kimi bu yeni ildə də insanlar arasında bu müzakirələr var. Yeni ili qeyd etməliyik, yoxsa yeni ili qeyd etməməliyik? Gəlin öncə bu yeni il haqqında sizə məlumat verim. Əvvəlcə onu söyləmək istəyirəm ki, hal-hazırda yaşadığımız tarix hesablaması miladi tarixlə hesablanır. Yəni İsa Məsihin dünyaya gəlişindən. Digər bir məsələ isə təqvim isə hesablanır 13-cü Papa olan Qriqori tərəfindən tətbiq edilmiş təqvim əsasında. Buna Qriqoryan təqvimi də deyirlər. Və bu Qriqoryan təqviminə görə də hal-hazırda yaşadığımız bu gün sonuncu gündür. Elə isə əgər bu iki dəlil nəsraniliyə birbaşa dəlalət edirsə, o kəslər ki deyir ki, bu dini bayram deyil və bu sadəcə təqvimin dəyişməsidir, bu halda istərdim ki, mənim az öncə dediyim bu qeydlərə nəzər yetirsinlər. Əgər mənə inanmırlarsa, özləri araşdırma aparıb baxsınlar, görsünlər ki, hal-hazırda yaşadığımız təqvim 13-cü Papa tərəfindən, Qriqori tərəfindən tətbiq edilmişdi 1582-ci ildən etibarən. Rusiyada 1918-ci ildən etibarən bu təqvim tətbiq olunur. Bütün bunlardan sonra mən bir müsəlman olaraq qeyd eləmək istəyirəm ki, mən bu tarixi qeyd etmirəm. Ona görə ki, birbaşa dəlaləti və aidiyyatı və sübutları Qriqoryana aiddir, 13-cü Papaya aiddir və İsa Məsihin anadan olması tarixi ilə bağlıdır. Əgər yeni ili qeyd etməyə qalsaydı, mən əlbəttə ki, Məhəmməd Peyğəmbərin doğuluşundan hesablayardım və bu tarixdən qeyd edərdim, çünki bir müsəlmanam. Əzizlərim, məndən heç kəs inciməsin. Məni heç kim yeni il bayramı münasibətilə təbrik etməsin. Çünki bu mənim, yəni bizim bayramımız deyil. Allahın qoyduğu bayram deyil. Allahın qoyduğu yeni il martın 21-dən başlayır. Martın 21-nə qədər 28 gün yer, torpaq, təbiət başlayır oyanmağa. 28 gün yazıda saxlayın. 4 çərşənbə, 7, anladınız mı? Bax, bu bizim əsl Allah'ın, yani təbiət o zaman uyanır. Bu şeytanın yeni ilidir.